Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Həmişə pis gündə bu kişi bizə kömək oldu. Salam anneciğim. Salam aleyküm. Hoş gelmişsiniz. Salam aleyküm. Salam aleyküm. Hə, mən demədim hökumət bizi darda qoymaz. Salam aleyküm. Salam aleyküm. Xoş gəlibsiz. Hoş geldin. Salam aleyküm. Salam aleyküm. Hoş gelmişsiniz. Ha, atlar tutsun. Hoş gelmişsiniz bey. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Buyurun bey. Salam aleyküm. Aleyküm salam. Bəy, Buyurun. xoş gəlmisiniz, Buyurun. səfa gətirmisiniz. Həmişə siz gələsiz. Hoş geldiniz. Çok sağ olun. Buyurun. Buyurun. Geç. Böyle. Erasul. Bəli. Buyurun bəy. Gel uşaqlara denə həyətdə səs-küy salmasınlar. Necə ki danışmışdıq elə. Yaxşı? Tez. Arxayın. Yaxşı. Bəs Vəli harda qaldı? Bu saat gelir bey. Buyurun bey. Əli. Biz bura Kərbəlayını görməyə gəlmişik. Kərbəlayı sizin gəlişinizdən çox sevinərdi bey. Elə biraz bundan qabaq yuxarı kəndlərə getdi. Çörək yeyin bey. Ha, atalar yaxşı deyir, kebab qanlı, igid canlı. Buyurun. Yeyin bəy. Düşmən də olsa çörəyimiz halaldır. Bərəkət Allah'ındır.
Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Buyurun, buyurun. Sözün düzünü desək, biz heç vaxt sizinlə düşmənçilik eləməmişik. Özünüz başlayıbsınız. Əgər düşmən olsaydı, biz atımızı bu həyətə sürməzdik. Mən həmişə Kərbalayının qapısını xoş niyyətlə açmışam. Bu tayfa düşmənçiliyi deyil, bəy. 5-10 adamla ədavətimiz olsaydı, haqq hesabını tez çəkərdik. Bizə belə hərdəm xiyal hükümət lazım deyil. Ya torpağı verir kəndliyə, ya alıb qatır bir yerə nə var ki kalxozdur. Bir dəfəlik deyin ki, torpağımızı əlimizdən alırsınız da. Sizin qalxoz haqqında olan təsəvvürünüz düz deyil. Hökumətimiz təklif eləyir ki, torpaqları birləşdirək. Hamı birlikdə işləsin. Qazanc da zəhmətdən asılı olaraq bölünsün. Daha bunun harası pisdir? Söz girişdirirsən ha, bacıoğlu. Keçəl Həsən, ya Həsən keçəl. Nə təfavütü var? Təfavüt ondadır ki, birlikdə işləyib təsərrüfatı böyütsək bolluq olar. Padişahın taxtını çevirib ağ günə çıxdıq. Kalxoz quranda əlimiz bala batacaq. Uzağa ne için gelirsiniz? Ele götüre bizim kendi. Kalkoz olandan sonra evvelkinden 2 defa artıq məhsul götürmüşük. Özə bax, Xalis Sarıboğda. Bax beləsindən. Xəlil, deyirlər arvadları qalxoz eləyib yığmışsınız bir dama. Ərləri deyən qalıb bir qıraqda, qalxoz sədrinin hökmünü yerinə yetirirlər, ha? Belə çıxır ki, hamı namusunu arına itirib, qeyrətli kişi bircə sizsiz, ha? Hirslənmə bəy, doğru söz acı olar. Bizim namusumuz da, qeyrətimiz də hamıya bəllidir. Qarabağlar cəmaatını tamı tanıyır. Biz kalxoz olmaq istəmirik. Kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik. Bəli, biz getməliyik, yatlar getirsinlər. Baş üstə. Birdən gecəyə düşərsiniz. Götürün bəy, yolda lazım olar. Biz dost qapısına gəlmişik, Vəli. Düşmən bilsəydik, ayrı cürə gələrdik. Al. Yaxşı yol.